Niyə məhz bu aydır? Yəni bu ay Şaban ayı adlanması. Şaban nə demək? Düzdür? Bəllidir ki, Şaban 12 aydan bir aydır. Hansı ki, kitab Lövh-i Məhfuzda yazılmışdır. Və o neçənci aydır? 8-ci ay. Düzdür? 8-ci ay. Və alimlər onun mənasını cürbəcür deyirlər. Birinci mənası Şabanı. Yəni, fərqli mənalar gətirirdi, ehtimallar. Niyə görə Şaban adlanıb? Birincisi, o ayda insanlar parçalanırlar ki, su axtarmaq üçün. Su axtarmaq üçün. İkinci mənası, deyirlər ki, haram ayından sonra gəldiyi üçün, hansı aydan sonra gəlir? Rəcəb haram ayıdır, yoxsa yox? Düzdürmü? Niyə görə haram ayıdır? Vuruşmaq olmaz. Quldurluq eləmək olmaz və s. Yollar açıq olmalıdır. Yəni, söhbət o vaxtdan gəlir, düzdürmü? Və bu ayda artıq hamı qəbilələr parçalanırlar bir-birini vuruşmaq üçün. Sırası artıq nədir? Şaban sözü şu'b sözündən götürülüb. Şu'b nə deməkdir? Yəni, parçalanmaq. Elə ki, o ayda Şaban ayında nə edirlər? Hamı qəbilələr parçalanırlar, yemək üçün bir-birinə hücum eləmək üçün. Toplanmaq olmaz. Və deyirlər ki, mənası nədir? Çünki Şaban nə deməkdir? Üzə çıxmaqdır. Yəni, Rəcəb ayından Ramazan ayının arasında üzə çıxması. Yəni, iki ayın arasında üzə çıxan Şaban ayıdır. Və mənalar belə deyirlər Şabanın. 3 dənə məna, 4 dənə məna, su toplamaq üçün, hücum eləmək üçün, bir dənə də 2 ayın arasında üzə çıxması, yəni Rəcəb ayından Ramazan ayının arasında çıxması. Şaban ayında oruç tutmaq məsələsi gəlir. Ayşə radiyallahu anha gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm o qədər oruç tutardı, hətta deyərdik nədir? Yemək yemir. Yəni, orucunu açmır. Hətta o qədər yemək yeyərdi ki, nədir? Elə bilər ki, oruç tutmazdı. Və sonra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmi Ramazandan başqa heç bir ayda görməzdim ki, o nədir? Bir ay tam tutsun orucu. Ramazandan başqa heç bir ayda tam orucu tutmasını görməzdim. Və deyir ki, ən çox da oruç tutduğu ay isə Şaban ayında olub. Ən çox tutduğu oruc isə gördüyüm nədir? Şaban ayında oruç tutub. Hədisi Buxari və Muslim və başqa rivayət edib. Və başqa hədislərdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hədisi Ayşədən deyir ki, mən Allah Resulü sallallahu aleyhi ve sellemlə tam, yəni Ramazandan başqa tam oruç tutduğunu görməmişəm. Burada bəzi alimlər nə ixtilaf edirlər? İxtilaf edirlər ki, ləfsə görə. Bəzi hədislərdə gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem Şaban ayının orucunu tam tutardı. Tam sözü gəlir orada. Və tam sözü ilə bu hədislər bir sanki ziddiyyətdədir. Və hətta gəlir ki, ən çox oruç tutduğu ay isə gəldi, necə gəldi ki, Ramazan ayından başqa ən çox oruç tutardı Şaban ayında. Və alimlər ixtilaf edirlər ki, necə olur da? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu ləfslərdə bəzi ləfsdə gəlib ən çox oruç tutardı, bəzi gəlir ki, tam tutardı orucu. Və alimlərdən deyən var ki, nədir? Bir deyənlər odur ki, kullu sözü. Ərəbcə o deməkdir ki, tam, kamil. Bizim baxmayaraq kullu sözü başa düşülən tam deməkdir, amma ayın tam olmasını demək deyil. Yəni demək ki, qəsdi nədir orada? Qəsd sözdə daha çox olması. Və hədisin də başqa rivayətdə gəldiyi kimi Allah Resulü sallallahu əleyhi və səlləm Ramazandan başqa heç bir ayı kamil tutmazdı. Artıq bu kamil sözündən o söz elə bir ki, ziddiyyətə düşməyinə baxmayaraq, yəni o sözü elə ki, açıqlayır ki, orada kulluhu sözü kamil nəzərdə tutulur, yəni çox bir hissəsi nəzərdə tutulur. İbn Baz rahimehullah elə bir ki, bu ikisini necə gətirir? Cəm olaraq bəzi səhifələrində gəlib ki, Allah Resulü sallallahu əleyhi və səlləm hərdən tam tutub, həmin o kulluhu sözünə görə. Hərdən isə tam tutmuyor. Daha çox tutmuyor. Yəni başqa illərdə yəni. Bəli. Ona görə İbn Həcər rahimehullah deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm ən üstün tutur ki, Allah Resulü sallallahu əleyhi və səlləm Ramazandan başqa heç bir ayda tam tutmazdı orucu və nafilə orucların içində ən çox tutduğu oruc isə Şaban ayında olub.
Sonra gəlir ki, Usam ibn Zeyd radiyallahu anhdan gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dedim ki, ey Allahın Rəsulu, başqa aylarda oruç tutduğun kimi, yəni bu aydan başqa aylarda oruç tutduğun kimi görməmişəm səni. Yəni ən çox bu ayda oruç tutursan. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, bu ayda insanların çoxsu qəflətdə olur. Yəni Rəcəblə Ramazanın arasında. Və bu ayda aləmlər Rəbbinə əməllər qalxır. Və mən də istəyərəm ki, mənim əməllərim içində oruclu olaraq olsun. Yəni o əməllər qalxsın Allah Subhanahu taala. Başqa hədisdə gəlir ki, Abu Davudda gəlir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, Allaha ən sevimli ayların içində Şaban ayıdır ki, Şaban ayıyla Ramazan ayının orucunu birləşdirərək oruç tutmaq hədisi gəlir. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, Allaha ən sevimli aylardan oruç tutmaq üçün Şaban ayıdır. Hansı ki o oruc Şaban ayının orucundan nəyi birləşdirirsən? Ramazanı. Yəni o demək deyil ki, birləşdirmək, yəni dərhal da alınacaq, sadəcə orada gələcək təfsilat. İbn Rəcəb rahimehullah deyir ki, Şaban ayında oruç tutmaq Məhərrəm ayından oruç tutmağından daha əfsəldir. Çünki başqa hədisdə nə gəlir? Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, Allaha ən sevimli oruc Məhərrəm ayında tutulan oruçdur. Düzdürmü? Bu hədisin nə var sanki? Ziddiyyəti var. Ona görə gətirir ki, İbn Rəcəb rahimehullah deyir ki, Şaban ayında oruç tutmaq Məhərrəm ayından tutmağından daha əfsəldir. Çünki o ən əfsəl nafilə ibadətlərdən. Niyə görə? Çünki Ramazan ayına yaxındır. Və Ramazan ayının özündən qabaq və özündən sonra yaxın olan ibadətlər ən əfsəl sayılır. Sanki bunun mənzili, yəni bunun yeri nəyə oxşuyur? Fərz namazlarından öncə və sonraki olan ibadətlər kimi. Başa düşdünüz? Necə ki, zöhrdən qabaq və sonra namazlar olduğu üçün Ramazan ayından da öncə Şaban ayıdır, sonra isə nədir? Şəvvaldır. Ona görə də gətirir ki, İbn Rəcəb rahimehullah qısalar mənası odur ki, Şaban ayının nədir? Ramazan ayının öncəki olan ibadətlərdir və bu ibadətlər adətən nə üçündür? Özündən öncəki, yəni fərzdən öncə o ibadətlər biz niyə edirik? Namazlar qılırıq. Həm hazırlıq, həm insan qəflətdən oyansın, fikirlər topalasın və s. Düzdürmü? Sonra niyə qılırıq? Sonraki qıldığımız nədir? Ki, fərzdə olan naqisliklər tamamlansın. Və həmçinin də Şaban ayı orucu Ramazan ayının nədir? Hazırlıqdır və Şəvval ayındakı oruc isə nədir? Ramazan ayındakı naqislərin düzəlməsidir. Və bu baxımdan da Şaban ayının orucu Məhərrəm ayından nə oldu? Daha üstün olur. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm sözü ki, Şaban ayında insanların çoxsu, yəni Rəcəb və Ramazan arasındakı olan Şaban ayında insanlar nədir? Çoxsu qəflətdə olur. Burada nə şey var? 2 dənə əzəmətli ayın olması. Hansı əzəmətli? Biri haram ayı. Yəni bu ay Şaban elə bir divar kimi, bir həsar kimi. Həsar kimi nədir? 2 ayın arasındakı bir həsar kimidir. Biri haramdır, biri nədir? Biri fərz olan Ramazan ayının orucu kimidir. Və insanlar nədir? Bu ayda sanki məşğul olurlar. Fikirləri qaçışır. Bir divar kimi manidir sanki. Və insanlar qəflətdə olur bu ayda. Və insanların çoxsunu hətta nə fikirləşir? Fikirləşir ki, Rəcəb ayında oruc, çünki haram ayıdır axı, Rəcəb ayında oruc tutmaq daha əfsəldir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Şaban ayında orucu tutması insanları nədən oyatmaq istəyir sanki? Qəflətdən. Ki, qəflətdə olmaq. Çünki Rəcəb ayı çıxdı, bu hansı ki haram ayıdır. Və sonra isə Ramazan ayı gəlir və sanki Şaban ayında insanların çoxsu qəflətdə olması və Allah Rəsulü sallallahu aleyhi və səlləm bu orucları tutması insanlara nə şey eləyir? Örnək kimi ki, insanlar şeydə olmasın, qəflətdə olmasın. Və bəllidir ki, yeni mövzu gəlir burada, yeni məsələ gəlir. Qəflət vaxtı ibadətin əfsəl olması. Qəflət vaxtı ibadətin
əfsəl olmasın. İndi biz hansı aydayıq? Şaban ayında. Allah Rasulü sallallahu əleyhi və səlləm sözünə görə nədir bu ay? Qəflət ayıdır. Düzdürmü? Və sanki nədir burada? Yəni zamana görə, məkana görə, şəxslərə görə qəflətdə olan vaxtlar ibadət nədir? Daha əfsəldir. Və həmçinin də burada fayda odur ki, insanların qəflət olduğu vaxtda itaətlərə yönəltmək faydası burada var. İtaətlərə, yəni insanların qəflətdə olduğu vaxtda nədir? İnsanları itaət ihya etməyə burada yönəltmə var bu hədisdə. Necə ki, bəzi sələflərdən gəlir ki, onlar xoşlayardı ki, işə arası namaz qılmağa çoxlu. Ki, işə arası nə deməkdir? Yəni ki, gecə vaxtı, yəni məğrib işə arası. Və gətirirlər ki, məğrib işə arası insanların çoxsu qəflətdə olan vaxtı. Və o vaxt daha çox namaz qılardı. Hətta Allah Rasulü sallallahu aleyhi ve sellem açıq nəfs var. Ki, kim istəyərsə çoxlu namaz qılsın, nafilə. Məğrib iş arası. Sünnədir. Yəni məğrib iş arası çoxlu. Hətta baxın məscidə girəndə məğrib iş arası. Oturur hələ bir küncdə söhbətlərlə məşğuldur. Və həmçinin də buna sələflər daha çox nəyə yönəldərlər? Bazarlarda Allah'a zikr edilməsi. Çünki bazar da nədir həmçinin? Allaha ən qəzəbli olan yerdir. Necə ki, hədisdə gəlir. Əbğadun məkəni ilə Allah əs-suq. Əs-suq əbğadun məkəni ilə Allah. Vəl-məscid əhəb ilə məkən ilə Allah. Əhəb ilə məkən ilə Allah. Nədir? Bazarlar Allahın qəzəbli olan yerlərdəndir. Məscid isə Allahın sevgi olan məkanlardandır. Həmçinin qəflətdə olan vaxt, burada faydadan gəlir ki, qəflətdə olan vaxt ibadət, o ibadətlər gizli olur. Və bəlidir ki, ibadətin gizli olması nə sayılır? Ən əfsəl sayılır. Və ələxüsus oruç tutmaq. Oruç tutmaq nədir? Sənlə, qulla Rəbbin arasında olan bir sirdir. Və hətta nə deyirlər? Sələflərdən gəlir ki, nədir? Oruç tutmaqda riya yoxdur. Çünki nə göstərərsən? Heç nə yoxdur. Və gəlir ki, bəzi sələflər illərlə oruç tutardı. Heç kim bilməzdi. Və heç misal gəlir bir kəsdən ki, öz evindən çıxardı 2 lavaşla, 2 əlində çörəklə. Evindən çıxardı, bazara tərəf gedərdi. Və bazara tərəf getdikdə, bəllidir ki, oruclu halı çıxır da, düzdürmü? Və paylayardı. Paylayardı hamıya yolda. Və ev əhli zənn edərdi ki, o 2 lavaşı, 2 çörəyi o yiyib, bazar əhli isə fikirləşərdi ki, zənn edərdi ki, nədir o? Evindən yiyib, artıq doyub ki, paylayır hamıya. Sanki onlardır. Amma halbuki nə idi özü? Orucluydu. Və həmçinin əməli gizlətmələrdən gəlir ki, düzdür, bu mənanı çox tuzlanmamışam özümdə, amma təqribi belə başa düşürəm. İbn Məsuddan gəlir. İbn Məsud deyir ki, sizdən biriniz oruclu olaraq sabahlayarsa, qoy özünü yağlasın. Yəni, orada 2 məna var. Allah var, necə məna yağlaması? Allah var. Ya üzündəki olan, üzündəki o insanda yorğunluq olur axı. Üzünü şey eləyir ki, o parıltı olsun ki, o üzündə hiss olunmaz ki, onda yorğunluq var. Bir məna budur. Burada ikinci mənada ola bilər ki, ağza nəsə eləsin ki, iyi danışanda ağzından iyi gəlməsin ki, oruclu olmasını. Allah var, necə mənası bilir, dəqiq tərcümə edə bilmədim. Sonra gəlir qatı da həmən eyni mənaya gəlir ki, deyir ki, onlar, yəni qatı da kimdir? Tabinlərdəndir. Ki, müstəhəbdir ki, oruç tutana özünü yağlasın. İndi bilməm, təzdən nə yət? Hətta deyir ki, ondakı oruç tutanın o qabartdığı geçsin ondan. Oruç tutanın qabartdığı deyə üzündəki olan. Boğulur da. Sanki onu özünü nəsə eləsin, yağlamaq, indi bilmirəm. Üzü yağlasın, ya hansı tərəfini yağlasın, indi bilmirəm necə məna odur. Yəni, qısa olaraq nədir? Qısa olaraq məna başa düşülür ki, yəni bildirməsin. Bildirməsin və gizləsin. Bu kimlər gəlir? Həm sahabədən, həm tabindən. Və həmçinin faydadan gəlir ki, salih əməllərin qəflət vaxtı insanların nəfsinə daha çətin gəlir. Yəni, salih əməlin görülməsi insanın nəfsinə daha çox ağır gəlir.
Və ona görə bu baxımdan onun əfsərliyi daha üstündür. Çünki istər-istəməz necədir burada məsələdir? Məsələ odur ki, insanlar qəflətdə olduqda sən də onlara baxıb ibadət eləməyə şeyin çatmır. İstəyin deyim, ya aktivliyi deyim, olmur. Və nə qədər ki sən o gün, o qəflətdə daha çox aktiv, ibadətdə daha çox göstərdikdə İnsanlar sənə baxıb örnək olur, onlar da aktivləşir və qəflətdən çıxıb ibadətləri çoxaldırlar. Və nə olursan sən onunla örnək olursan başqaları üçün. Amma sən də onlar kimi olanda, qəflət əhli kimi olduqda, nə olur artıq? Hamının üzərinə ibadətə çətinləşir və oradakı olan bərəkət, oradakı olan rahatlıq aradan qalxmış olur. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, "Əl-ibadətü fil-harc kəl-hicrəti ileyh." Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, fitnə zamanı ibadət eləmək, yəni fitnə zamanı ibadət eləmək mənə hicrət eləmək kimidir. Mənə tərəf hicrət eləmək kimidir. Yəni nə deməkdir? Fitnə zamanı insanlar necə olur? Yəni görürsən ki, ölüm, dirim, darmadağın, hər və s. İnsan hər adam o ibadət edə bilmir o an. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, o an, o vaxtda ibadət eləmək mənə hicrət eləmək kimidir. Ona görə bu baxımdan ki, kim ki istəyirsə bu qəflət ayında Peyğəmbər sallallahu əleyhi və səlləmə tərəf hicrət etsin, eləməli, daha çoxlu ibadət eləməlidir və həmçinin də oyadan olmalıdır. Burada gəlir ki, oyadan. Yəni, nə ilə oyadan? İbadətlərlə. İnsanlar oyansın, sənin ibadətlərə baxaraq. Və daha çox ibadət eləsinlər. Əsər gəlir ki, sələflərdən gəlir ki, onlar Şaban ayında dükanlarını bağlayardılar. Dükanları bağlayardılar və deyərdilər ki, nədir? Artıq Ramazan ayı yaxınlaşır və Quran ayı. Və başlayırlar Quran, daha çoxlu Quran oxumağa. Gəlir ki, məsələ gəlir burada. Allah Rəsulü sallallahu aleyhi və səlləm niyə ən çox oruç tutardı Şaban ayında? Alimlər arası səbəblər bildirənlər çoxdur və ixtilaflar edilənlər çoxdur və bir neçə sözlər var. Birincisi deyirlər ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm səfərdə olduğu müddətdə hər ay 3 oruc var, 3 gün oruc var, 13, 14, 15-i. Sanki saxlayardı nəyə? Şaban ayına saxlayardı. Hamısını toplayardı, toplanmış o günləri, hamısını harada yığar, qəzələyərdi? Şaban ayında. İkinci səbəblərdən biri gətirirlər ki, çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm zövcləri Şaban ayında oruç tutduqları üçün Allah Rəsulü sallallahu aleyhi və səlləm oruç tutardı. Yəni, gəlir Ayşə rəziyallahu nə deyir? Ayşə rəziyallahu sözünün əksi gəlir burada mənası. Ayşə rəziyallahu deyir ki, Allah Rəsulü biz yəni özü deyirdi ki, Ramazan ayının qəzasını biz Şaban ayında tutardıq. Niyə görə? Peyğəmbər sallallahu aleyhi və səlləm məşğul olduğumuz üçün. Orada səbəblərdən gətirirlər ki, niyə görə məxs Şaban ayına saxlayardılar? Orada gətirir bir lətif bir incəlik var. Və bu həmən icazə baxımından. Ayşə rəziyallahu səbəb kimi gətirir alimlərin sözü. Əgər Allah Rəsulü sallallahu aleyhi və səlləm icazə alsaydılar, yəni məsələn Ayşə rəziyallahu ki, mən oruç tutum, onda sanki Allah Rəsulü sallallahu aleyhi və səlləmlə rahatlıq deyək, onunla bir yerdə olmaq ləzzətini buraxmış olurlar. Başa düşdü söhbəti yoxsa yox? Yəni, bəllidir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm yəni, kişi kimi gücü var idi, hər şey var idi, düzdürmü? Və Allah Rəsulü sallallahu aleyhi və səlləm birdən istəyərdi, mən də oruclu olduğum halda olmayayım deyə icazə almır, yox, əksinə almaq istəmir ki, o şeyi buraxmayayım. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm olan yaxınlığını, çünki o mübarəkdir. Özü də oruç tuturdu Şaban ayında. Peyğəmbər özü də oruç tuturdu Şaban ayında. Ona görə də yəni onlar üçün rahatçılıq. Yox, burada mənalı əks gəlir ki, əksinə. Əksinə gəlir ki, Peyğəmbər sanki Ramazan ayı yaxınlaşır axı. Qəzalar da çox ən az bir 5-6-10 gün var da, qəza qadınlarda nəyə görə qəza olur? İndi bəllidir ki, müəyyən bir xəstəliyə görə, düzdürmü? O qəzanı saxlayır da Şaban ayına. Və başqa vaxtlarda da Allah Rəsulü sallallahu aleyhi və səlləm birdən ehtiyacı olar. Mən o şeydən qalmayım deyə. Və əlbəttə həmçinin yarışardılar o şeydə. Sanki xeyir kimidir. Hətta gəlir biz keçdik Hüdeybiyyə vaxtında. Hüdeybiyyə müqayisə nə gəldi orada? Allah Rəsulü sallallahu əleyhi və səlləm danışanda tüpürcəyinlə hamı əlini şey deyirdi ki, o bərəkəti əldə etmək üçün. Və istərsiniz Allah Rəsulü sallallahu əleyhi və səlləmlə yəni yanında olma, yaxında olma və s. özü bir
böyük bir xeyirdir. Və bu hədisin əksi sanki deyirlər ki, Allah Rasulü sallallahu əleyhi və səlləm niyə görə Şaban ayında daha çox oruç tutardı? Çünki qadınlar zövcələr oruç tutardı. Da sanki deyir o baxımdan özü də tutardı orucu. Yəni bu hamısı fikirlərdir. Üçüncü daha gəlir üstün rəyi hansı ki hədisdə gəlir. İnsanların çoxsu qəflətdə olduğu üçün. Hədisdə gəlir axı. Rəcəb ayından Şaban ayının arası, Ramazan ayının arasında Şaban ayında insanların çoxsu qəflətdədir. Və üçüncü fikir daha üstün rəy sayılır. Hansı ki insanların çoxsu nədir? Qəflətdə olardı bu ayda. Və Peyğəmbər sallallahu əleyhi və səlləm o baxımdan da oruç tutardı ki, insanlar üçün olsun, həm örnək, həm də oyadıcı olsun. Elə burada şey gəlir, fərz oruclarının qəzası və nafilə ibadət, nafilə oruçların Şaban ayında tutulması. Şaban ayında nafilə oruçların tutulması və həmçində fərzin qəzası. Onlardan biri nə idi? Ayşə radiyallahu oruç tutması. Düzdürmü? Ayşə radiyallahu başqa aylarda tutmazdı. Ancaq da tutardı. Şaban ayında tutardı. Və həmçində gəlir ki, kimin adəti olarsa 13, 14, 15 birinci, dördüncü gün oruç tutmaq Şaban ayında tutulması. Və unudulmuş sünnələrdən gətirirlər bunu alimlər. Şaban ayının axır günündə oruç tutmaq. Şaban ayının axırında oruç tutmaq. Hədisdə gəlir, həm Buxarədə, həm Müslimdə İmran ibn Hüseynlə Allah Rasulü sallallahu əleyhi və səlləm bir kişiyə deyir ki, sən bu ayın elə bir ki, sanki belə deyək də, özəyini ya hansı bir orada mənası gəlir ki, axır gününü belə deyək də, axır gününü tuttun mu? O da deyir ki, yox. Və Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, sanki Ramazandan sonra 2 gün tut bunun əvəzinə. Şaban ayındakı son gününü tutmadığı üçün deyir ki, bunu tutmadığın üçün nədir? Sonra 2 gün tut. Burada gətirirlər ki, onun mənası odur ki, həmən bu kişi daima hər ay onu tutardı bu orucu. Ona görə Allah Rasulü sallallahu əleyhi və səlləm elə bir ki, o xeyri buraxdığı üçün, qəza etdiyi üçün deyir nədir? 2 gün onun əvəzini tutarsan. Hədis Buxarə Müslimdə, bu hədis üzərində ixtilaflar var. Hər bir halda bu nədir? Deyir ki, Şaban ayının axırını tutdun mu? Axırıncı gününü tutdun mu? Təzədən deyir, yəni təzədən qaytarım hədisi. Və o da deyir ki, yox, sahabə deyir ki, yox. Və ona görə Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, sonra nədir? 2 gün orucunu tutarsan. Şabanı birləşdirmək var bunun. Gəlir. Ona görə gəlir ki, hədisdə Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, Ramazanı 1 gün və 2 gün öncəyinə nədir? Önə keçirtmək. Ona oruç tutmaq. Öndə 1 gün, 2 gün öncədən nədir? Oruç tutmaq. İstisna gəlir hədisdə. İstisna kimin adəti orucu varsa onu tutsun. Və demək, demək ki, kimin, məsələn, həmən bu sahabə kimi. Sahabə hər bu ayın axırı oruç tutardı. Hər ayın axırı oruç tutardı. Və Allah Rasulü sallallahu əleyhi və səlləm ondan soruşanda ki, tutdun, deyir yox, sonra tutarsan deyir 2 günü. Sanki burada həmən o nəyə işarə idi? İşarədir ki, o həmən sahabənin adəti nə idi hər gün oruç tutmaq. Ona görə bu hədisi 2 cəmləşməsi budur. Və həmçinin bəllidir. Kimisə hər 1-4 oruç tutur. Ya insan var ki, məsəl üçün də müəyyən Davud əleyhissalamın oruç tutması. Ola bilirsə, axırıncı gün ona düşsün. Tutur, yoxsa tutmur? Əlbəttə, tutur. Gələcək burada niyə görə oruç tutmaq olmaz? 3 məsələ gəlir. Şaban ayın orucunda, Şaban ayın axırında oruç tutanların halı. Məsələ nədir? Hansı məsələ gəlir? Şaban ayında oruç tutanların, yəni Şaban ayın axırında oruç tutanların səbəbi nədir? Yəni halı hansı, necə haldır? 3 halda gəlir. Birinci o kəsdir ki, ehtiyat üçün oruçdur. Yəni birdən Ramazan girər. Mən də o Ramazanı buraxmış olaram, Ramazan ilk günü. Ona görə tuturam orucu. Alimlərin çoxsu nədir? Deyirlər, nədir bu? Haramdır. Nəyə görə? Çünki götürdüyümüz hədisə görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir, Ramazandan 1 gün, 2 gün öncə tutmayın oruç. İkinci,
o kəs ki, Ramazan ayının orucu qəzası var. Ya nəzir orucu var. Ya hansı başqa oruclar var ki, kəffarə kimi. Onun tutması nədir? Caizdir. Çünki niyə görə? Bu, üzərində olan haqdır. Haqqı yetirməsi vacibdir. Vacibdir yerinə yetirməsi əlbəttə ki, lazımdır. Və üçüncü məsələ isə nafilə kimi oruç tutmaq. O niyyətlə ki, mən nafilə oruç tuturam. Və alimlərin çoxusu kərahət görürlər, yəni məkruh görürlər. Və deyirlər ki, nədir? Oruc açmaq lazımdır. Yəni, nafilə oruç tutmaq kimi. Və gəlir ki, İbn Ömər radiyallahu anh, o sahabə gəlir ki, İbn Ömər radiyallahu anh açıq aynen gəldi ki, ehtiyat üçün bir gün oruç tutardı. Ləfs gəlir. Açıq aynen ləfs var ki, Ramazanın öncə İbn Ömər neyərdi? Oruç tutardı. Və nədir? Orada gətirirlər ki, ola bilsin ki, ona o hədis çatmamışdı. Ola bilsin ki, Allah Rasulü sallallahu hədisi ona çatmamışdı. Niyə görə, yeni məsələ, başqa bir məsələ, niyə görə Ramazanla Şaban ayını birləşdirmək olmaz? Səbəb nədir? Birincisi, gətirirlər ki, mənalardan biri odur ki, Ramazan ayını əlavə bir gün sayılmasın deyə. Məsələn, ehtiyat üçün bir gün tutarsan, Şabanla, axırı son bir günü, o gün nədir? Ramazan ayından sayılmasın deyə. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem bayram günü oruç tutmanın qadağan etməsi elə ona görə ki, ayırsın. Bilinsin ki, nədir? Ramazan ayı budur, Şaban ayı budur və bayram budur. Həmçinin özü Allah Rasulü sallallahu aleyhi ve sellem qadağan edir, şək günü saymaq, şək günü oruç tutmaq, qadağan edir. Buna deyirlər şək günü, ehtiyat üçün tutmaq. Ona görə bu şək günü açıq ayda Allah Rasulü sallallahu aleyhi ve sellem qadağası var. Və həmçinin nəyə gətirilə mənalardan? Necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem fərz namazı qılandan sonra deyir, ya yerinizi dəyişin, ya da kəlamdan danışın. Yəni, fərz namazına, nafilənin fərqləndirmək üçün neyini? Ya danışın, ya da yerinizi dəyişin. Və sanki o hədislə də işarə var ki, bu hədisə ki, yəni Şabanla Ramazanı fərqləndirmək üçün. Yəni, fərzlə nafilənin seçilməsi üçün ona görə Peyğəmbər sallallahu qadağan edir. Başa düşürsünüz? Məqsəd nədir? Bu baxımdan alimlər onu, yəni Peyğəmbər sallallahu qadağası odur. Və həmçinin gəlir ki, Allah Rasulü sallallahu aleyhi ve sellem deyir, Şaban ayının yarısı gələrsə, oruç tutmasın. Yəni Şaban ayı olarsa, Şaban ayının yarısı olarsa, yəni təsəvvür şəhr Şaban fələ təsunu. Nədir? Şaban ayının yarısı olarsa, oruç tutmayın. Bu necə başa düşək? Bu hədisi. Çünki burada gəlir ki, bir hədisdə Allah Rasulü sallallahu aleyhi ve sellem Şaban ayını daha çox tutardı. Və burada gəlir ki, Şaban ayının 15-dən sonra, yəni yarısından sonra oruç tutma olmaz. Və bəllidir. Bəllidir ki, necə? Allah Rasulü sallallahu aleyhi ve sellem dediyi kimi, əgər ilk gündən başlayıb adət kimi tutursansa, problem yoxdur. Amma məqs tutmursan, 15-i gəlib, 15-dən sonra oruç tutmaq istəyirsən ki, birləşdirərsən ya hansı başqa niyyətlərlə, o artıq o qadağaya girir. Qadağaya gedir. Bir də ikinci məsələ qaldı, hansı ki, o alimlər arası ixtilaf var. Allah Rasulü sallallahu aleyhi ve sellem hədisinə görə, hansı ki, bəzi alimlər onu zəif görürlər, bəziləri səhih görürlər. Şaban ayın yarısı olduqda Allah subhanahu teala yer əhlinə ittila edir, yəni nəzərdən keçir, baxır onlara və hamısını, bütün qullarını bağışlayır, iki qismindən başqa. Bir-birinə nifrət edən, küsül edəndən başqa, bir də müşrikdən başqa. Başa düşdünüz hədisi? Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki, Şaban ayın 15-ci gecəsində Allah subhanahu teala yer üzərindən baxır, yer əhlinə baxır, hamısını bağışlayır, iki nəfərdən başqa, biri bir-birinə nifrət edən, ikincisi də müşrikdən başqa. Bu hədisdə alimlər arası ixtilaf var, bəziləri hədisi həsən görürlər və bəziləri zəif görürlər. Hər bir halda həsən görənlər, yəni hədisi qəbul edən alimlər deyirlər ki, nədir? Bəllidir ki, bu hədisdə xüsusi ibadət yoxdur. Xüsusi 15-ci gecədə hansı bir xüsusi ibadət edeyim və s. daha çox ibadət artırın, bu bidətdir.
Sadəcə olaraq gecədən bir gecədir və bəllidir ki, o gecəyə sən qəlbindəki olan müsəlmanlara qarşı nifrətin və s. təmizləməlisən və ki, o bağışlanmaya girəsən. Bununla kifayətlənir. Subhanəkə və bihamdikə əşhədu ən la ilahə illə ente, əstəğfiruka və etûbü ileyk.